Bu Lady Brinks'i biz aldık. Birini bura ektim Barbaris'in yanına. Ve belə bura bağladık ki sarmaşıq kimi böyüsün yukarı. Çoban yastığında belə ekmişəm bura. Bu köhnədir. 2-3 il bundan qabaq onu ekmişik, qalıb burada. Yəni qışda solur, sonra bax yazda yenə də açır. Bunlar isə yenidir. Çox qəşəngdir, çox sevirəm bunları. İndi qalıb bu 2 dənə, görək bunları hara əkirik. Biz həyətə çıxanda bir sevinirlər, şellənirlər özləri üçün. El çəkmirlər bizdən, elə fırlanırlar yanımızda. Gəl Fibi, tipi xorasiyon da üstümü. Bu da həmin o pomidorlardır, əkdik bunları, bir də reyhan. İndi su verəcəm. O da öz-özünə kartofla belə bitib. Siz niyə? Çünki biz bura, məsələn, kartof, göyərti, kələm, nə təmizləyirdik, soyurduq, bura boşaldırdıq bu torpağa ki, torpaq yumuşalsın. Və burada kartof bitib, kartof çıxıb. Bu bizim badam ağacımızdır. Balacadır hələ, amma bir xeyli badam gətirib. Çox qəşəngdir. Belə balacadır. Burada da var. Burada da badam var. Burada da bir neçə yerdə çıxıb da yəni var. Ay Allah, sən yenə daş yeyirsən ha, yenə. Bu da yasəmən, əkdik onu bura. Belə də bağladıq ki, patamlartın küləyi bunu öldürməsin. Görək də nə olacaq. Mən çox sevirəm bu ağacı. Ümid edirəm ki, böyüyəcək, bitəcək. Birini də bura əkdik. Oğlan dedi ki, əkəndə 3-4 litr, yox 3-4 vedrə su dərhal tut. Sonra həftədə 2 dəfə.